Hə, yaraşmır, yaxşı, sağ ol. Bir dəfə ağzınızda bir yaxşı söz eşitmədim bu evdə. Özü necə kimsin, başa düşmədim. Necə yəni özü necə kimsin? Mənim uşağım bir pensiya alır, hansısa bir xəstəliyi var, uşaq sağlam uşaqdır, necə kimsin, nədir? Bu nə yaşayışdır, bu nə danışırsınız siz? Özünüzdəsiniz, yoxsa içkilisiniz? Bu nə deməkdir, necə kimsin, necə yəni necə kimsin? Uşaq necə çimir? Nətər çimməlidir? Uşaq deyir nətər çimsin, sözə baxayıq, sözə bax. Uşağın əli var, gözü var, qulağı var, əlləri tutur, ayaqları tutur, o nə demək? Sözə baxayıq. Allah xəstələrə şəfa versin, mənim uşağım sağlamdır. O insanın öz güvəni olmalıdır. Mənim qızım, oğlum da özü çimir. Vallahi mənim uşaqlarım özü çimir. Ay bacı, kim çimdirməlidir? Kim çimsin? Mən getdim bir maşınla, getdim avariyaya düşdüm, öldüm. Bir xəstələndim, qrip oldum. Nənəsinə deyim ki, rəhməni çimizdir. Her şey olar. Her şey olar. Mənim 15 yaşına qədər anam çimizdirirdi. Elə utanırdım, o qədər utanırdım, o qədər utanırdım. Ay Allah, ay Allah, ölüb yerə girirdim. Deyirdim, ay mama, bəsdir də məni çimizdirdin də. Mənim anam məni çimizdirirdi. Saçları uzundur, necə yuyacaq? Ay bacı, yuyacaq da. Sizin neçə yaşınıza qədər sizin mamavız neçə yaşına qədər sizi çimizdirib ki? Başa düşə bilmirəm mən sizi. Mənim məsələn 15 yaşına qədər mənim anam çimizdirib, amma mən çox utanırdım. Çox utanmışam ki, mənim anam məni çimizdirirdi, yəni pis olurdum. On 13-14 bir yavruçulur falan. Get yaxalan da. Mama nə vaxt çimir ki bu? Tünel. Hə, deyəm. Dersim çoxdur. Yox, nəsə verir. Ya deyəsən verməyib ki, görüm bura. Sen səhv sarsın. Qarışır orada sənin telefonda. Qrup. Bunu yazmışsın. Çünki saxlaya bilmərəm, gəlməyən uşaqlara görə bunların da vaxtı getməsin. Atıram sənə, səsi də hamısında. Mən gəlmişəm o hər gün. Ev işi. Şənbə bazar işləmək üçün dəftərlərində var. Şənbə bazar. Atıram sənə. Bəlkə işləməyi deməyib. Qızım, bilmirəm. Sənin müəllimimi mən anlaya bilmirəm, qızım. Attım, səsi sən qulaq as. Mama qurban, mən bilmirəm. Məktəbdə sən dərs keçirsən, ölüm ayağının altında, mən nə bilim. Savadım olsun, universitetə girib işləyərəm də. Hə, bu səhifəmə takib atarsınız uşaqlar, buradayım. Mənə yüksələn yıldızlar gəlir, yoxsa burada nədir bu? Özümü gördüm mənim. Az başım çıxmır da, ondan nə deyim, uşağı aladım. Mən nə bilim, müəllimə səs atır, nə atır, atıram Rəhmiyə. Deyirəm, mama qurban, bu nədir? Niyə yaxşı oxumamısan? Oxumağı xoşlamıram, sevmirəm, təhsil almağı. Təhsil almaqdan zəhləm gedir, oxumağa nifrət edirəm. Xoşlamıram elə şeylər, həyata bir də gəlsəydim, bir də oxumazdım. Heç vaxt oxumaq istəmirəm, xoşlamıram. Amma onlar öyrənəcək, sabah dərsdə də. Amma onlar oxumağı yaxşıdır da, onlar qoyuqsunlar. Uşaqlar, bu səhifəmə takib atarsınız bura.
Gözlərin linzadı az yox. Kiprik qoymuşam, qəşəng görsəndim. Linza nədir? Qızlar elə qəşəngdir kiprik. Kiprik qoydurun sizdə deyib, bunlardan alın qoyun. Qəşəngdir. Deyəcəksən çuşkaya bax. Allah haqqı bilmirdim. Deməmiş ki, qəşəng görsənir. Qəşəngdir. Timu'da bunlardan var. Mən bunu 6 manata aldım. Bunlardan ha, o bunlardan neçəyədir? Bax belə. Belələri neçəyədir? Məsələn, burada bu qabın içində deyimdə neçə daha? Gözlə. Bax. 2, 4, 6, 8, 10, 12. O tezə dəstədir səsləri. Atmışam da. Açılmır sənin telefon. Hamısını da atmışam. Nə qədər var evdə telefon, hamısını atmışam. Get gir bax. Açılmır səs. Açılmır, səs lazım deyil. Dərslə verib onu oxu. Hayda. Sən açmadın adı belə ki. Attım da. Mənə niyə qıcıq verirsən ki, ay Rəhimə? Qıcıq verirsən axı mənə. Şəkil var burada. Var burada şəkil. Hanı, gəl bura. Və səsim də yükləmir bax. Səsi lazım Deyək deyil. ki, indirmə mümkün olmadı. Yenidən gözlənilməsi xahiş edirəm. Şu attım. Al al. Hə, indi atdım. Gözlə. Deməli 2, 4, 6, 8, 10, 12, 13. 13 dənədir. 13 dənədir. Bundan bu yazılıb üstündə. 6 de 22. 6 de 22 yazılıb. 13 dənədir içində. 6 manat aldım. Timu da neçəyədir? Hə, 6 manat almışam 13 dənəsini. Maqnit kipriydi, bilmirəm mən nə bilim. 2-3 manat. Hə, yaxşıdır da 2 manat. Hə, alaram. Zakaz eləyərəm. Zakaz eləyərəm, oradan eləyərəm. Ondan sonra yapışdıraram, qəşəkdir. Bunlar yaxşıdır. Kleysi də var da. Kleyi 4 manat almışam. Kley bilim abla, elə də qəşəng yapışmır. Qəşəngdir, hə. Mənim gözlərim də qəşəng görsədir. Mənə yüksələn yıldızlar atırsınız, yoxsa bu nədir gəlir? Liner kimi kleylər alaram. Üstündən tuş vurum. Yo, sən Allah. Yapışar eləyər. Belə yaxşıdır. Sələtkam da qutarır. Yo, vurmuram. Gör, mənim kipriyim var, nəyimə vurum? Neynirəm kipriyi? Belə yaxşıdır. Yarısını da ki, çıxartdım da, deyib, bunlar qəşəng dörlüydü. Bunlar uzundur, yaraşmır mənə. Birazdan bayra çıxacam. Çatdırılmaz adım var. Bayra çıxmalıyam. Küçəyə çıxacam indi. Birazdan gedirəm küçələrə. Yenə gecə oldu. Düşdük küçələrə. Belə qəşəngdir, hə? Çox sağ ol. Adaptırmanı. Ay bacı, yüksələnlərin əlindən mən sinisi oxuyamıram, inarsan. Qaşlarım bərbad, azayıb yiyor.
Mama deməz mənim öz evim. Bura bizim evimiz, öz evimiz deyil. Biz heç vaxtına ki, bura bizim evimiz. Magnet deyil, yox. Kliyə vurdum, yapışdı da özü. Amin. Kişini neyinirəm? Allah mənə kişi zat getirməsin. Sən Allah kişi neyinirəm azdır. Kişi neyinirəm azdır. Ərə getmək istəyirəm, elə belə keçəm. Gəzdirsin məni, qəşəng yerlərə aparsın. Gəzmək istəyirəm ben. Hər məni gəzdirsin. Üç və azlar olsun elə sənin elə. Ucumdur. 3 manatlıq. Düzeldi. Düzeldi. Az yox, mənim şəkillərimdir. O mənim cavanlıqlarımdır. Cavanlıq şəklim, yazıq canım. Cavan vaxtlarım. Kipri qoqdər çıxdı önə. Gözlərim çıxdı önə. Az hə, qəşəng görsənəm. Az gedirəm kiprik qoydururam az. Nə gün də kipriklərim də çıxır, nə günə qalır az. Bilsən nə qədər kiprik itirdim mən kiprik elətdirəndə. Allah haqqı. Nə günə qoydular məni? Nə qədər kiprik itirdim. Mən özü çox ağlayıram axı. Hə, mənim aşkım olmayanda mən ağlayıram. Sonra aşkım olanda üzüm gülür. Arada gecə ağlayıram. Aşk istəyirəm. Küçədə ağlayıram, yerimdə yox. Güczat böyürəm ki. Küçədə ağlayıram. Hə, qıran haqqı. Hə, onda kipriklərim tezdə tökülür. Ağlamırsınız, siz ağlamırsınız. Bir dənə vampir mənə. Niye kül başıma xəstədir ki bu? Mən aşk qadınıyam, sən bilmirsən. Qıran haqqı. Mən aşk qadınıyam. Mən aşk qadınıyam. Hə, mən sevməliyəm. Sevməliyim, o da mən sevməlidir. Biz bir-birimizi sevməliyik. Yox, sevgi, sevgi, sevgi. Maraqlı sevgi. Qəşəng sevgi. Gicgədə. Dəli, dəli, dəli. Oy Allah. Psixopat, psix. Sakitin inirəm az. Sənə razılaşan inir. Yox, yox. Hə, oldu. Yox, yox. Dəli kimi başına xarab. Sənə razılaşmasın. Bütün günü qırasız bir-birimiz. Sakitini inirəm az mən. Dəli, dəli, mənim axırıma çıxsın. Məni gicələsin, salsın küçələrə. Hava gəlsin başıma. Dəli ol. Düşün küçələrə deyim, bu məndən nə istəyir? Təsəvvür elə, anasının nömrəsini tapıram ki, bu oğlan məndən nə istəyir? Oğlan nə məndən əzəsin? Elə. Yoxsa məni blokatsın. Mən bunu blokatım. Mən bunu blokatım. Hə, bu da məni blokatsın, qız. Yıllıq, etin tökülsün. Hə, yaxşı oldu, sağ ol, etin tökülsün. Hə, yaxşı, sağ ol, nədir qıza deyirlər? O ki, deməli, gələm məhlövə. Gəlirəm səni sürməyə.
Sən də deyirsənsə kimsən ki, Şəngülüm. Elə olmalıdır. Ben aşk kadınıyım. Siz beğenmeden oğlanlar xoşlayırsınız. Sən yaxşı oldu, sağ ol, все. Nömrənizi sildilər, getdi, все. Elə sevgi olur. Suyunduramaz, suyunduramaz. Mən elə istəmirəm. Elə danışanmaram mən. Mən ne deyim? Az qalstuklu malstuk nədir? Uy Allah, qalstuk nədir? Yox. Qalstuk yox. Belə tökülən cırcındır şallar da yox. Nə bilim, indi belə biraz səliqəli də, yəni saroçkalı zatdı belə. Səliqəli. Saroçkalı. Saroçka da bura qədər açmasın. Xoşlamıram elə şeyləri. Zəhləm gedir. Qaşqabaqlı belə biliyor. Gülməsin, gülməsin. TikTok'da heç kimə komentariya yazmasın, qətiyyən. Qətiyyən. Kiməsə bəyənmə atmasın, olmaz. Yox. Mən başım götürmür. Mənidir. Həyatımızdakı oğlan elədimi? Başqa söhbət elə. Oğlan qətiyyən gülməsin. Qıza komment ancaq belə məşhur tiktokerlərə rəy bildirə bilər, amma quşlara, muşlara ürək atmaq, mürək atmaq qızqırtsın. Xoşlamıram. Tiktokerlərə yaza bilər burada. Bütün günü yayını açıb sırf insanların üzünü güldürən insanlar var ki, onlara rəy bildirə bilər. Amma yox, bütün günü evdə oturub orasını burasını əstirənlərə komment yazsa, yox, mən nə deyir? Danışamıram. Xoşum gəlmir. Hə, yox. Dostlarının sevgililəri ilə ünsiyyət qurmaq. Mənim dostumun qızı da zəng eləmişdi mənə. Biz dostuq. Gedirik. Qız da bizi ilə gedir. Ayrılığa nə səbəb ola bilər? Mənim ayrılığıma səbəb. Onun hansısa qızlarla oturub durub dostluq eləməyi. Onu mənə itələməyi. Mən ona yaxınlaşdıqca o başqalaşmaq. Bir dənə gözün qohum zəng eləyir. Hay can. Evdə. Yaxşıdır hər şey. Yemək yedin. Hə. Kimdir? Filmi rəşidi. Sen az bir kişiler lazım. Sağ. Yok. Yok. Bir kimdir? Heç nə oturmuşam, sən nə inirsən? Mamiyə də salamdır. Yaxşı, aşkım, axşam gələcəm evə. Axşam gəlmişəm çaya. Yaxşı. Salam. Sən. Nə bilim, az qohumlarımı da tanımıram, mən nə bilim, atam ölüb, hamısı şey, mən tanımıram. Hə, ayrılığa səbəb nə ola bilər? Ayrılığa səbəb, mən özümü o qədər sevirəm ki, oğlan məni dəyərsiz eləyə bilməz. Mən bugünkü günü işimi, gücümü atıb, sənin yanıma gəlirəmsə, sənə hörmət eləyirəm.
Səninlə vaxt keçirdirəmsə, səndən 1 manat güdmürəmsə, sən məni alçaldacaqsansa, mənim xasiyyətim, mən eləyəcəksən, məni elə bir götürəcəksən, belə, mən elə bir sənə qucaqlamışam, itəliyib atacaqsan quyuya. Mən də o quyuda qalan qız görəm də, yəni. O quyudan mənə elə bir adam gəlib çıxardar ki, özün belə baxarsan ki, bu nə deməkdir? Bu qız neynədir? Mən quyuda qalan qız deyiləm. Mən insanlara dəyər verirəm. Mənim üçün həyatımdakı oğlan təkər qaraldan da işləyə bilər. Mənim həyatımdakı oğlan taksi şoförü də ola bilər. Mənim həyatımdakı oğlan 1 manatlıq o maşınlara da baxan oğlan ola bilər. Yəni, bax, Allah şahiddir. Heç kim deyə bilməz ki, mənim həyatımdakı oğlan hansısa vəzifəli bir adam olub. Heç biri. Yəni, kimsə də olubsa da. Belə pis çıxmasın. Amma mən baxmışam ki, mən insanlara hörmət elədikcə mən alçaq olmuşam, onlar yüksək olub. Mənim o cəhətdən bəxtim heç vaxtı gətirməyib. Heç vaxt mənim bəxtim gətirməyib ki, mən kiməsə hörmət edeyim, qarşılığını görüm. Heç vaxt qarşılığını görməmişəm, həyatı boyu. Kimə özümü sadə görsətmişəm, mənə cındır yerinə qoyub. Bax, nə bilim, nə istəsəz and içərəm də, yəni. Mənə o hörməti görməmişəm. O hörməti mənə eləməyiblər. Məni bilsən nə görüb? Elə bilib ki, bu Brad Pitt'dir, nədir ondandır. Mən də ağzımın suyunu axıdan bir qızam. Ondan başqa Bakıda kişi yoxdur. Bir dənə budur. Mən onu o qədər o səviyyəyə qoyuram ki, görsən təsəvvür elə. Onu o qədər o yerə qoyuram ki, o elə bilir ki, ondan başqa Bakıda kişi yoxdur. Bir dənə mən onu görürəm. Daha demir ki, öz kişi çox deyir. Burası mən hörmət eləməyi xoşlayan insanam. Çevrəmdəki insanlarla bir tikəmi bölən insanam. Bir dənə sən yoxsan bu dünyada, səndən də yaxşıları var. Səndən də üstünləri var. Yəni, bir dənə sən qalmamsan da, yəni. Ona görə, əgər dəyərli olmaq istəyirsinizsə, həyatı boyu oğlanlıq elağına qarşı sadə görsənməyin. Sadə görsənəcəksən, elə biləcək ki, sən bundan başqa oğlan yoxdur. Bundan yoxdur ümumiyyətcə. Olmaz. Yəni, mən heç qadınlığımdan özümü elə aparmıram, amma elə oğlanlar var, özlərini elə aparırlar ki, onlardan başqa biz heç bir oğlandan danışa bilmərik. Onlardan biz, narsistdirlər də onlar. İlk öncə özlərini başqa cür göstərirlər, sonra başqa olurlar. Sonra başlayırlar səninlə oyun oynamağa. Mən də oyun oynamağı ən sevən bürcəm mən. Mən elə gözəl oyun oynayıram insanlarla. Elə gözəl oyun oynayıram. Mən sənə özümü elə görsəmirəm, zəng eləməyin, canlıdayım. Onlar narsist insanlardır. Hər kəsin özünə görə bulatı var. Sən elə gəlir. Hər kəsin özünə görə bulatı var. Heç kim demir ki, həyatınızdakı qadının qabağında klonluq eləyin. Amma sizə hörmət eləyən insanları itələməyin, olmaz. Siz özünüzdən çox özünüzü razı göstərirsiniz, dəyişilirsiniz. Çox dəyişilir. İnsanlara sevgi verdikcə insanların bəziləri dəyişilir. Bu yaxşı bir şey deyil. Mən heç vaxt dəyişilməmişəm. Heç kim deyə bilməz ki, mənim sifətim çönüb. Deyirdin 450 manata kirayı, 150 manat kommunala verirəm. Boş mənim. Hər şey balansdan olmalıdır, düzdür. Bəli. Hər şey balansdan olmalıdır. Biz artıq hörmət elədikcə özümüz pis oluruq da. Onlar elə başa düşür ki, biz ağzımızın suyu axır. Mən insanlara tez öyrəşirəm. O nə səsdir? Nə bilim, ay xanım, nə səsdir? Mən insanlara tez öyrəşirəm. Ona görə
Həmişə bəxtim gətirmir. İnsanlara öyrəşirəm və onları ortalıqda qoyuram sonra. Belə qoyuram, gedirəm. Onlar heç vaxt mənə güvənməsinlər də. Mənə güvənmək olmaz. Mənə olmaz. Mən tez küsəyənəm. Küsürəm, çıxıb gedirəm, küsürəm. Sən qutabçı olmaq istəyirsən, başa düş mənim qutabçı olanda nə olar? Geri dönüşün olur, yox. Geri dönüşüm olur, həzz almaq üçün. Onunla barışıram, onunla oynayıram, sonra yenə gedirəm. Olur. Hə, olur. Xoşum gəlir. Çünki onun həyatını mən filmdən xoşlayıram. Xoşum gəlir. Çünki o mənlə danışanda mənə deyir ki, səndən başqa heç kəsi gözüm görmür. Ondan sonra aləm dəyər bir-birinə ayrılırsan, ayrılandan sonra zəng edirsən ona, onda həyatı gözəl olur da. Gözəl olandan sonra eşidirsən ki, onun sevgilisiz adı var. Risk ona zəng edirsən. Deyirsən, nə inirsən, sən üçün darıxmışam. Gedirsən, görüşürsən, gecə eləyirsən onu. Deyirsən ki, elə-belə sənin üzvü görmək istədim, elə-belə. Bir sözlə danışırsan, bir gün görüşürsən, ondan sonra sən. Ondan sonra yenə itirsən. Görünüşü necə olmalıdır mənim istədiyim oğlanın? İdmançı fasonu bəyənmirəm. Tam idmançı, muskullu zatdır, xoşlamıram. Tam həyatı idmanla bağlı insanı sevmirəm. İdman onun bütün obşu həyatı, yəni də tam idmançı, fitness müəllimləri kimi belə şey istəmirəm. Amma idmanı ilə məşğul olsun, nakolkası olsun, saqqalı mütləq deyil. Bığı saqqalı ilə eyni olsun, bığını azaldıb saqqalını çoxaltmasın, elə şeyləri xoşlamıram qətiyyən. Bığı bir damcı, saqqalı bu qədər, yəni elə şeylər qıcıq verir də, mənə pis təsir eləyir. Hə, məndən qorxulur, sən uşaqsan, dəlisən, sən mənə elə bilirsən ki, mən buradakı kimi axmağam həyatda, yox. Mən cəmaatla belə oynayıram. Hə. Sən də mənim başımdan da, qaşqaldağın biri qaşqaldaq, bir saat da yazır ağzına gələn. Get fızqır, hə. Nə deyirsən, sən başına qın. Hə, bezdi ki, əlindən. Hə, ondan sonra da uşaqlar şeydir. Hə, belə, səsi incə olmamalıdır, səsi xırıltılı olmalıdır, siqaret çox çəkməməlidir, iyrənirəm, ondan çox siqareti gəlməsin, xoşlamıram. Ən qəşəng duxunu vurmalıdır, duxusu da bir dənə olmalıdır, o iyi mən bilməliyəm. Mənlə görüşə gələndə o duxunu vurmalıdır, başqa duxu vurmasın. İlk görüşə gələndə ən qəşəng duxusunu vursun ki, mənlə axıra qədər danışana qədər o duxunu vursun. Mən o iyi onu bilməliyəm. O harda olur olsun, mən onu xatırlamalıyam, o iyinlə. Cürbəcür duxular vurmamalıdır, bir dənə duxusu olmalıdır. Əsası budur. Pulu olmasın, pulu olsun, mən onunla gəzməyə gedəndə şotu mən verməyəcəm ki, mənim neyim lazımdır. Məni də ki, həftədə 1-2 dəfə gəzməyə aparmalıdır. Mən oturub telefonda 17 yaşında maliyetkalar kimi ona vaxtını səhv eləyə bilmərəm. Yəni. Maşını olsa da olar, olmasa da olar. Mənim neyim lazım, o maşını mənim neyim lazım, özümün maşını var da, neyinirəm o maşını. Mən heç bir oğlan maşınına oturub sürmürəm. Yəni, xoşlamıram. Mən öz maşınımı alanda dokumentlərimi düzəltməyənə qədər o maşını əsə-əsə sürürdüm. O şeyi xoşlamıram. Yəni, azca da olsa olar, özü bilər. Mənə maraqlı deyir onun pulu. Daha etmə. Az koftamı çıxardım idi. Ya da yox, az yarım saata çıxıram. Görürəm, könlümü deyişim. Könlümü deyişim, yarım saata da evdən çıxıram. Bu cəhənnəm olasan.
Ömür boyu her şeyi sındırdım da. Az qarğış elədilər məni. Az qarğış elədilər məni. Qarğış elədilər məni. Az qarğış elədilər məni. Quran and olsun. Qarğış elədilər məni ki, səni görüb heç sevgili tapmayasam. Az məni qarğış elədilər. Az qarğış elədilər məni, valla. Az, qarğış elədilər də məni. Boş-boşuna nə fırlanmaq mənim üçün pul xərcləməyəcəksə, kartıma pul atmayacaq. Mənə heç bir oğlan pul lazım deyil, başına dəysin. Mənə lazım deyil. 5 dənə oğlanın içində oturanda desin ki, sözü mən saxlamışam. Mənə lazım deyil. Heç bir oğlan Bakıda çıxıb deyə bilməz ki, mənə nəsə eləyib. Heç kim mənə işinə deyilənməyib. Maşınıma oturubsa, hardansa harasa aparmışam, bezimimi vurubsa, o demək deyil, o məni saxlayıb. Yəni, mənə heç bir oğlan deyə bilməz ki, nəsə 8 mart olubsa, nə bilim, 14 fevral olubsa, bir gül dəstəsi veribsə, bir padarka veribsə, o demək deyil, mənə saxlayıb. Heç bir oğlan mənim kartıma pul atmayıb ki, ala bu kartıma 100 manat pul atıram, gedib özümə bir dənə şalvar kirən köynəyəm. Çıxıb o sözü heç kim deyə bilməz. Elə bir şey yoxdur. Ürəyi təmizsən, kül mənim başıma, ürəyi təmiz başıma. Düz deyirsən, ürəyi təmizsən, başım çatmır. Oğlanlar pul xərclədikləri qız onların yanılır. Gözlüyün çəksin. Hansı oğlana pul xərclətdirsəz, o oğlanı yandıracaqsınız həmişə. Mənə kimi cıldır kimi danışdınız, yox. Oğlan pul xərclədiyi qızı onu yandırır həmişə. Pul xərcləmədiyi yox. Kim üçün pul xərcləyirsə, o oğlan həmişə geri dönür, nə olur olsun. Hə, pul xərcləməyəndə yox. Belə də kim pul xərclətdirir, əcəb eləyir. Nə oldu? Bu da fıs çıxdı. Nə olub? Ayrıldı deyəsən gədədən. Görməmiş düzdür. Lazımdır, neyinir amma da görməmiş. Neyinirəm? 5 dənə oğlanın içə çıxanda bir abr eləsinlər məni qızı. Mən saxlamışam, mən qaqaş, pullar xəvirlənmişəm, mən bırat. Kimsən? Kimsən sən mənə pulda xərcləyəsən? Özünü 2 dənə köynəyə gücən alırsan əlimə. Nə olub abla? Kim fıs çıxıb? Axşam haradasan, nə edəcəksən? Ölüm səndən ütəri, ablam mənim bir tanem. Abla deyiniyim mi? O söz ondan yaxşıdır. Bu kimdir? Çıxıb getmək istəyirəm. Yolcu önümde gerek. Gürcüstana gedəcəyəm bu il. Gürcüstana gedəcəyəm. Aha, nə oldu be? Aha. Girsən, niyə? Qız tapıb gedib qızlarla oturub indi.
Gördün ki sənin başıma. Oğlanlar belədir də, hara çağırır, gedginə tülək kimi otur da yanında. Sən oturmursan, qız tapır yanında oturmağa. O cür vitdi fasonlu oğlandır özdə. Oturub səni gözləyəcək. Dedi yanımda gəl otur, gedib oturardın da. Bir 10 günü tamamla, sonra ona şey elə də. Ağılsız. Hiç ağılsız deyil. Türkiye'ye git. Az Türkiye'ye gideceğim de Kuşadası'na hele yok. Ben de gedirəm Padruqamın sevgilisinin ad günündə. Yeri sıxım səni. Mən də gedirəm Padruqamın sevgilisinin ad günündə. Ora çağırıblar, gedirəm ora. Hə, ged otur. Ged otur, iç. Xəbər eləyərsən. İçəcəksən, yoxsa ayıq olacaqsan? Az oğlandan çox oğlan ki, sənin başına. Neyinirsən onu? Qaşqaldağı oxşayırdı vapşı. Amma yaraşıqlı oğlan idi də, prosta tutardın əlində. Tuta bilmədin də, fərasətsizsən.